9-cu sinifdən məktəbə getmədim ki, qərara gəldim ki, işləyim. Ki, məktəbə gedib onsuz bəs dərslərimizi də yaxşı oxumuruq, yəni yaxınlaşmırıq kitab dəftərə. Bəs işləmək məqsədi ilə mən Bakı şəhərinə gəlmişəm. Onda da birinci dəfə bibimgilə gəldim. Bibimgillə 5-6 gün qaldım. Sonra işə düzələndən sonra, kuryer işinə düzələndən sonra bir kuryer dostum vardı. Onunla bir dənə ev tutdu Nizami tərəfdən. Bəs qalırıq, həm də işimizi görürük. Artıq orada 6-cı ay işləyirdim. Bəs bizdə rəhbər şəxsiyyətin qərarı ilə mən manqala köməkçi təyin olundum. Manqalda yavaş-yavaş köməkçi, bəs həmin yerə dönər vardı, onu öyrənirdim. Bəs onu öyrəndən buna baxıram ki, öyrənəcəyim maksimum şey şaurmadır və yaxud da onu. Yenə min şükür, onda ona şükür edirdim ki, onu öyrənmişəm. Öyrənə biləcəyim şey maksimum şaurmanın sosudur. Bunları da bilirəm axı azdan çoxdan. Amma bunları tam bilmirəm. Çünki burada fast fooddur, çörək arasıdır. Bunları böyütmək üçün deməli manqalda böyüməlidir, şiş də böyüməlidir, sən də böyüməlisən. O məqsədlə bəs orada sağollaşdım, halallaşdım. Dedim bəs mən gedirəm inşallah filan yerdə beləsinə bir köməkçi kimi fəaliyyət göstərəcəm. Hüseynik kimi daha doğrusu. Köməkçi kimi fəaliyyət göstərəcəm. O sağ olsunlar bizə elə şərait yaratdılar ki, həmin biz restoranı tapmaqda, orada işə düzəlməkdə də. Bu yavaş-yavaş orada işə düzəldi. Orada hər gün kartuşka, soğan, soymaq, mətbəxin qara-qura işləri də. Bir ay keçəndən sonra yavaş-yavaş başlayıram, nə bilim, səhər-səhər saat 11-də gəlməliyəm, gəlirəm saat 8-də ki, öyrənməliyəm. Bəs usta orada ət təmizləyir, sümükləri verir ki, məni soymağa, mənim başım beləsinə əllə işləyirəm. Məqsəd var öyrənmək. Yavaş-yavaş mən orada işləyəndən sonra gördüm, orada potensial yoxdur, onu öyrənə bilmirəm, məvacib mənə qane eləmir. Mən özümə inanıram ki, bəs bundan çox bilirəm də, bundan başqa yerə getsəm, məvacib biraz çox olacaq, başqa şeyləri də açıq olacam, öyrənə biləcəm. O nöqteyi nəzərdən, məqsədlə mən işdən ayrılmışam, başqa iş tapmışam, gedmişəm orada işləmişəm, oradan öyrəndiyimi öyrənmişəm. Yavaş-yavaş əsgər gedənə qədər mən müəyyən qədər maaş alırdım. Hər şey qaydasında idi, belə çıxmasında. Yəni, özüm öz paltarımı alırdım, telefonumu alırdım. Yəni, öz raskotlarımı qarşılayırdım da. Yəni, gennab olmaya elə artıq pulum da qalırdı. İnşallah yavaş-yavaş əsgər getmişəm, ağır şəraitdə qulluq eləmişəm, gedər gəlməz postunda.